Hamıya salam. Bugünkü videoda 17 aprel 2022-ci il tarixində keçirilmiş 9-cu sinif buraxılış imtahanının izahını paylaşacağam. Başlayaq sualların izahına. Birinci sual. Şəkilə əsasən bucaq AOD-ni tapmaq tələb olunur. Bucaq AOD-nin qiymətini tapmaq üçün bu iki bucağın dərəcə ölçülərini toplamaq lazımdır. Şəkildən görünür ki, bu bucaq 90 dərəcədir. Bu bucağın qiyməti isə 50 dərəcə olduğu verilib. Onda bucaq AOD bərabərdir 90 üstəgəl 50. Cavab olur 140. İkinci sual. Bucaq B bölünsün bucaq A 2/3. BMD göstərinin dərəcə ölçüsü 160 olarsa, MS göstərinin dərəcə ölçüsünü soruşur. Bucaq B-yə 2x, bucaq A-ya isə 3x yazaq. Bura olsun 2x, burada olsun 3x. Şəkildən görünür ki, B bucağı MNS göstərinə söykənən daxilə çəkilmiş bucaqdır. Əgər B bucağının qiyməti 2x-dirsə, onda MNS göstərinin qiyməti olacaq 4x. BMD göstərinin qiyməti isə 160 dərəcə olduğu verilib. İndi isə düsturu tətbiq eləyək. BMD göstərinin dərəcə ölçüsündən MNS göstərinin dərəcə ölçüsünü çıxıb 2-yə bölsək, bucaq A-nın qiymətini taparıq. 160 çıxılsın 4x bölünsün 2 bərabərdir bucaq A-nın qiymətinə, yəni 3x-ə. 160 çıxılsın 4x bərabərdir 6x-ə, 10x bərabərdir 160, x bərabər olur 16-ya. MNS göstərinin dərəcə ölçüsü 4x idi. Onda 4-ü vururuq 16-ya, cavab olur 64. Üçüncü sual. Tam səthinin sahəsi 24 olan kubun həcmini tapın. Kubun tam səthinin sahə düsturu S bərabərdir 6A kvadratıdır. Bu bərabər olur 24-ə. A kvadratı bərabər olur 4-ə, A bərabər olur 2-yə. Tapdığımız 2 kubun tilinin qiymətidir. Kubun həcmi isə V bərabərdir A kubu düsturu ilə hesablanır. A-nın yerinə 2 yazsaq, kubun həcmi olur 8. Dördüncü sual. Bir diaqonalı o birindən 2 dəfə böyük olan rombun sahəsi 64 olarsa, rombun kiçik diaqonalını tapın. Birinci diaqonal olsun D, ikinci diaqonal olsun 2D. Rombun diaqonallarla olan sahə düsturunu yazaq. S bərabərdir D1, D2 bölünsün 2. D1-in yerinə D, D2-nin yerinə 2D yazaq. Bölünsün 2 bərabər olur 64-ə. 2-lər ixtisar gedir. D kvadratı bərabərdir 64. D bərabər olur 8-ə. Bizdən rombun kiçik diaqonalını soruşurdu. Kiçik diaqonal ilə 8-ə bərabər olur. 5-ci sual. Tənliklər sistemindən Y-i tapın. Yuxarıdakı bərabərlikdə 3y kvadratını y kvadratı üstəgəl 2y kvadratı şəklində yazaq. Buradan görünür ki, bu ifadələr müxtəsər vurma düsturunun açılışıdır. Biz bunu x üstəgəl y-in kvadratı şəklində yaza bilərik. Yerdə qaldı 2y-in kvadratı. Bərabərdir 17. İkinci tənlikdə x üstəgəl y cəminin 3-ə bərabər olduğu verilib. Burada x üstəgəl y-in yerinə 3 yazaq. 3-ün kvadratı üstəgəl 2y-in kvadratı bərabərdir 17. 2y-in kvadratı bərabərdir 17 çıxılsın 9. Y-in kvadratı bərabər olur 4-ə. Y bərabər olur müsbət mənfi 2-yə. 6-cı sual. Bu bərabərliyə əsasən AB 2 rəqəmli ədədini tapmaq tələb olunur. İlk öncə bu ədədlərin açılışını yazaq. 10A üstəgəl B üstəgəl 10B üstəgəl A bərabərdir 88A çıxılsın 88B. A-ları bir tərəfə, B-ləri bir tərəfə yığaq. 11A üstəgəl 11B bərabərdir 88A çıxılsın 88B. 99B bərabərdir 77A-ya. Hər tərəf 11-ə bölək. 9B bərabər olur 7A-ya. Buradan B 7-yə, A isə 9-a bərabər olur. AB ədədinin qiyməti olacaq 97.
7-ci sual. Cəmi 48 olan 3 ədəddən birincisi bu cəmin 12-də 7 hissəsini, ikinci isə 6-da 1 hissəsini təşkil edir. Üçüncü ədədi tapın. A üstəgəl B üstəgəl C bərabərdir 48. Ədəddən birincisi cəmin 12-də 7 hissəsini təşkil edir. Yəni 48-in 12-də 7 hissəsini tapsaq, birinci ədədin qiymətini taparıq. 4 vur 7, birinci ədəd olur 28. İkinci ədəd isə cəmin 6-da 1 hissəsini təşkil edir. 48-i 6-ya böləndə ikinci ədəd bərabər olur 8-ə. Üçüncü ədədi tapmaq üçün 48-dən qalan bu iki ədədin cəmini çıxmaq lazımdır. 28 üstəgəl 8. 48 çıxılsın 36, cavab olur 12. 8-ci sual. Tərkibində 15% mis olan 600 kq filizdən 72 kq mis alınmışdır. Neçə faiz mis itkiyə gedib? İlk öncə hesablayaq ki, 600 kq filizin tərkibində nə qədər mis var? 15% var. 600-ün 15%-ni hesablayaq. Eləyir 90. Deməli, 600 kq filizin tərkibində 90 kq mis olmalı idi. Amma 72 kq mis alınıb. Deməli, 90 çıxılsın 72, 18 kq mis itkiyə gedib. Bizdən bunun faiz ifadəsini soruşur. 18-i bölürük 90-a, vururuq 100-ə. Cavab olur 20. 9-cu sual. Şəkilə əsasən x-i tapmaq tələb olunur. İlk öncə bucaqların bərabərliyinə baxaq. ABD bucağı ilə ASD bucağı bir-birinə bərabərdir. Çünki onların söykəndiyi qövslər eynidir. Daha sonra AOB bucağı ilə COD bucağı bir-birinə bərabərdir. Çünki bu bucaqlar qarşılıqlı bucaqlardır. İndi oxşarlığa əsasən nisbəti yazaq. ABD bucağın qarşısına duran tərəf 10-un, eyni bucağın qarşısına duran tərəf 6-ya nisbəti bərabərdir. ABO üçbucağında bu bucağın qarşısına duran x-in, digər üçbucaqda həmin bucağın qarşısına duran 3-ə nisbəti. X bərabər olur 10 vur 3, 30 bölünsün 6. Cavab olur 5. 10-cu sual. ABCD düzbucaqlısında BD və AC diaqonallar, bucaq BOA 50 dərəcə olarsa, bucaq BAO-nu tapın. Bura O nöqtəsidir. Bura 50 dərəcə olur. Biz bilirik ki, düzbucaqlıda diaqonallar bir-birinə bərabərdir və diaqonallar kəsişdiyi nöqtədə yarıya bölünürlər. Yəni, bunların hamısı bir-birinə bərabər olur. Buradan görünür ki, ABO üçbucağı bərabər yanlı üçbucaqdır. Bu bərabər yanlı üçbucağın təpə bucağı 50-dirsə, onda oturacağa bitişik bucaqları tapmaq üçün 180 dərəcədən 50-ni çıxıb 2-yə bölmək lazımdır. Cavab olur 65. 11-ci sual. ABCD kvadratın sahəsi 144-dür. AY CF bərabər olarsa, AY-nin qiymətini soruşur. Kvadratın sahəsi 144-dürsə, onda tərəf olacaq kök altında 144. Yəni 12-yə bərabər olur. AY-yə və CF-ə x desək və AD-ni paralel olaraq bura köçürsək, burada bir düzbucaqlı üçbucaq əmələ gəlir. Bura x-dirsə, onda bunun qarşı tərəfi də olacaq x. Tapdıq ki, kvadratın tərəfi 12-dir. Bura 12-dirsə, onda bura da 12 olacaq. YF-in uzunluğu isə 15-dir. Əgər ümumi tərəfin uzunluğu 12-dirsə, buranın uzunluğunu tapmaq üçün 12-dən 2x-i çıxmaq lazımdır. 12 çıxılsın 2x. Deməli, Pifaqora görə buranı tapıb 12 çıxılsın 2x-ə bərabər eləyə bilərik. Hesablayaq. 15-in kvadratı çıxılsın 12-nin kvadratı bərabərdir A-nın kvadratına. Bura olsun A. A-nın kvadratı bərabərdir 225 çıxılsın 144, 81. A bərabər olur 9-a. Deməli, buranın qiyməti olur 9. 12 çıxılsın 2x bərabərdir 9. 2x bərabərdir 3. X bərabər olur 1,5-ə.
12-ci sual. Avtobus 2,8-də 3 saata 190 km məsafə qət edir. Həmin sürətlə avtobus 5,8-də 1 saata nə qədər məsafə qət edər? V bərabərdir S bölünsün T. Birinci verilənlərə görə V-ni tapaq. Bərabərdir S 190-dır, T isə 2,8-də 3-dür. Bərabərdir 190 bölünsün 8, 2 vur 8, 16 üstəgəl 100, 19 bərabərdir. 190 vurulsun 19-da 8. Bunlar ixtisar gedir. Deməli, bu avtobusun sürəti 80 idi. Daha sonra həmin sürətlə avtobusun 5,8-də 1 saata nə qədər yol getdiyini tapmaq lazımdır. S bərabərdir V vurulsun T. V-ni 80 tapdıq. T-nin qiyməti isə 5,8-də 1-dir. Düzgün olmayan kəsr formasında yazaq. Olacaq 8-də 41. İxtisar gedir. Burada qalır 10. Cavab olur 410. 13-cü sual. Bərabərsizliyi ödəyən neçə natural ədəd var? Bərabərsizliyi bu formada yaza bilərik. 32, 42. Aralıqdakı ədədlərdən biri daxil deyil. Digəri daxil olarsa, onda bu aralıqdakı ədədlərin sayını tapmaq üçün böyükdən kiçiyə çıxmaq lazımdır. Cavab olur 10. 14-cü sual. C-nin hansı qiymətində düz xəttinin qrafiki 6, -3 nöqtəsindən keçir? X-in yerinə 6, Y-in yerinə -3 yazaq. 5 vurulsun 6 çıxılsın 4 vurulsun -3 üstəgəl S bərabərdir 0. 30 üstəgəl 12 üstəgəl S bərabərdir 0. S bərabər olur -42-yə. 15-ci sual. A üstəgəl B 6, A çıx B 4 olarsa, A kvadratı çıx B kvadratı ifadəsinin qiymətini soruşur. Biz bu ifadəni müxtəsər Roma düsturunun köməyi ilə bu formada yaza bilərik. A çıx B-nin yerinə 4 yazırıq, A üstəgəl B-nin yerinə 6 yazırıq. Cavab olur 24. 16-cı sual. İfadəyə əsasən M çıx N fərqinin qiymətini tapmaq tələb olunur. Bunu tapmaq üçün ilk öncə sağ tərəfdəki ifadənin məxrəcini bərabərləşdirmək lazımdır. Bunun üçün birinci kəsrin hər tərəfini x üstəgəl 1-ə vuraq. M x üstəgəl 1 üstəgəl ikinci kəsrin hər tərəfini isə 2x çıx 1 ifadəsinə vuraq. N 2x çıx 1 bölünsün 2x çıx 1 x üstəgəl 1 bərabərdir. Surəti sadələşdirək. Mx üstəgəlinsin M üstəgəl 2nx çıxılsın n bölünsün. Məxrəci isə vurub açaq. 2x-in kvadratı üstəgəl 2x çıxılsın x üstəgəl x çıxılsın 1. Buradan görünür ki, tapdığımız ifadənin məxrəci ilə şərtdəki ifadənin sol tərəfi bir-birinə bərabərdir. Deməli, bu ifadələrin surətləri də bir-birinə bərabər olmalıdır. Tapdığımız ifadədən x-i ortaq çıxardaq. X m üstəgəl 2n üstəgəl yerdə qalır m çıxılsın n. M çıxılsın n. Şərtdə x-in əmsalı -2-yə bərabər olur. Bu ifadənin qiyməti -2-dir. Sərbəst həddin qiyməti isə 4-dür. Yəni m çıx n ifadəsinin qiyməti olur 4. Bizdə də şərtdən m çıx n ifadəsinin qiymətini soruşurdu. Deməli, doğru cavab olur 4. 17-ci sual. Aşağıdakı funksiyalardan hansı xətti funksiyadır? Xətti funksiyanın ümumi şəklini yazaq. Y bərabərdir kx plus b. 5-ci funksiyanı çıxırıq çünki x-in kvadratı var. Bu xətti funksiya deyil. 3-cü funksiyanı çıxırıq çünki x məxrəcdədir. Bu tərs mütənasibliyin funksiyasıdır. 4-cü funksiyanı çıxırıq çünki x kvadratı var. Kvadratik funksiyadır. Yerdə qalır 1, 2, 6. On 18-ci sual. Tənliyin sonsuz sayda həlli olarsa, A və B parametrlərinin cəmini tapın. Bu tənliyin sonsuz sayda həllin olması üçün həm x-in əmsalı, həm də sağ tərəfdəki ifadənin qiyməti 0-a bərabər olmalıdır.
Ona görə də bu ifadələri ayrı-ayrılıqda sıfıra bərabər eləyək. A kvadratı çıxılsın 8A üstəgəl 15 bölünsün B çıx 7 bərabər olmalıdır sıfıra. Surəti sıfır eləyirik. A kvadratı çıx 8A üstəgəl 15 bərabərdir 0. Hasili 15 cəmi müsbət 8 edən ədədlər 3 və 5'dir. Amma A-nın yerinə 3 yaza bilmərik. Çünki A-nın yerinə 3 yazsaq, digər kəsr məxrəci olacaq 0 və ifadənin mənası olmur. Deməli, birinci tənliyə əsasən A-nın qiymətinin 5 olduğunu tapdıq. İndi ikinci hissəyə baxaq. İkinci hissəni də həmçinin sıfıra bərabər eləyirik. Üstəgəl 14 bölünsün A çıx 3 bərabərdir 0. Surəti sıfıra bərabər eləyirik. Üstəgəl 14 bərabərdir 0. Hasili 14 cəmi müsbət 9 edən ədədlər 2 və 7'dir. Amma B-nin yerinə 7 yaza bilmərik. Çünki digər kəsr məxrəci olacaq 0 və onda ifadənin mənası qalmır. Deməli, buradan da B-nin qiymətinin 2 olduğunu tapdıq. Bizdən A və B parametrlərin cəmini soruşur. A-nı 5, B-ni 2 tapdıq. Bunların cəmi olacaq 7. 19-cu sual. M-in çoxluqları verilib və birləşmədəki elementlərin sayını soruşur. İlk öncə ortaqların üstünə xətt çəkək, çünki onları bir dəfə saymaq lazımdır. 2, 3, 4, 5, 6. Bunlar ortaqdır, bunları bir dəfə sayırıq. Yerdə qalır 1, 2, 3, 4, 5, 6, 7 element. 20-ci sual. İfadənin qiymətini tapmaq tələb olunur. Əgər köklərin dərəcəsi bir-birinə bərabərdirsə, onda ifadələri bir kökün altında yaza bilərik. 4-cü dərəcədən 6 çıx 2 kökdə 5 vurulsun 6 üstəgəl 2 kökdə 5 bərabərdir. 4-cü dərəcədən A çıxılsın B, A üstəgəl B. Biz bu vuruqları A kvadratı çıxılsın B kvadratı şəklində yaza bilərik. Yəni birincinin kvadratı 36 çıxılsın, ikincinin kvadratı 2 kökdə 5'in kvadratı 20. Bərabərdir. 4-cü dərəcədən kök altında 16. Cavab olur 2. 21-ci sual. A ilə B ədədlərinin fərqinin 27 və M ədədinin cəminə hasili nəyə bərabərdir? Bu ifadəni riyazi ifadə şəklində yazmalıyıq. A ilə B ədədlərinin fərqi A çıxılsın B, 27 və M ədədlərinin cəmi bunun fərqinin bunların cəminə hasili. Deməli, doğru cavab olur bu ifadə. 22-ci sual. Çoxhəllini vuruqlarına ayırın. Həm birinci ifadədə, həm də ikinci ifadədə x üstəgəl y ortaqdır. Ortaq mötərizə xaricinə çıxartsaq, yerdə qalır c çıx d. İfadənin vuruqlara ayrılmış forması belə olur. 23-cü sual. Tənliyi həll edin. Hər tərəfi 8'ə vuraq. Birinci tərəfi 8'ə vursaq, burada qalacaq 2. İkinci tərəfi 8'ə vursaq, x-a gedəcək. 2 vurulsun 3, x çıx 1 bərabərdir. 10x çıxılsın 26. 6x çıxılsın 6 bərabərdir. 10x çıxılsın 26. 4x bərabər olur 26 çıx 6, yəni 20'yə. X bərabər olur 5'ə. 24-cü sual. N-in neçə tam qiymətində bu ifadənin qiyməti tam olur? İlk öncə surətdəki ifadəni sadələşdirək. N-in kvadratı üstəgəl 5n üstəgəl 8 bölünsün n. Bunları ayrı-ayrı kəsirlərin cəmi şəklində yazaq. N kvadratı bölün üstəgəl 5n bölün üstəgəl 8 bölünsün n bərabərdir. N kvadratı böl n-in qiyməti olur n. İkincinin qiyməti olur 5, üstəgəl 8 bölünsün n. Deməli, bu ifadədə n-in yerinə 8'in bölənlərini yazsaq, ifadənin qiyməti tam ədəd alınır. 8'in bölənləri müsbət mənfi 1, müsbət mənfi 2, müsbət mənfi 4 və müsbət mənfi 8 olur. Neçə tam qiymətində soruşur? Cavab 8 tam qiymətində ifadənin qiyməti tam ədəd olur. 25-ci sual. Tərəfləri 1/2 nisbətində perimetri 10 olan bərabər yanlı üçbucağın təpə nöqtəsindən oturacağa paralel düz xətt çəkilmişdir. Yan oturacağa bitişik bucaqdan bu düz xəttə qədər olan məsafəni tapın. İlk öncə şəkli təsvir eləyək.
Bərabəryanlı bir üçbucaqdır. Təpə nöqtədən oturacağa paralel düz xətt çəkilib. Təpə nöqtədən paralel bir düz xətt çəkdik. Yan oturacağa bitişik bucaq buradır. Bu bucaqdan düz xəttə qədər olan məsafənin qiymətini soruşur. Bu məsafə həm də bu bərabəryanlı üçbucağın hündürlüyünə bərabər olur. Tərəflərin nisbəti 1/2-dir. Burada iki cürə mümkün hal var. X, x, 2x və 2x, 2x, x. Bu birinci hal, bu ikinci hal. Birinci hal üçbucaq bərabərsizliyinə görə doğru deyil. Çünki öyrənmişik ki, üçbucağın bir tərəfi digər iki tərəfin cəmindən kiçik olmalıdır. Digər iki tərəfin cəmi olur 2x və bu bərabərlik ödənmir. Deməli, biz ikinci hala baxırıq. Perimetri 10-a bərabər edirik. Bunların cəmi bərabər olur 10-a. 5x bərabərdir 10-a, x bərabər olur 2-yə. Yan tərəfin qiyməti 2x idi, yəni 2 vurur 2, 4. Yan tərəf olur 4. Oturacağın qiyməti olur x, yəni 2. Ümumi oturacaq olur 2. Bərabəryanlı üçbucağın təpədən çəkilən hündürlüyü həm tən böləndir, həm də mediandır. Deməli, tərəf 2-yə bölünür. Bura olur 1, burada olur 1. İndi bu hündürlüyü tapsaq, tapşırığın doğru cavabını taparıq. Bura olsun h. H-ın kvadratı üstəgəl 1-in kvadratı bərabərdir 4-ün kvadratına. H-ın kvadratı bərabərdir 16 çıx 1, 15. H bərabər olur kök altında 15-ə.